Sen səsli yerdi, Əliyə Əkbərimsən, mənim balo bərimsən, Əlican. Əli Əkbər. Atası İmam Hüseyin əleyhissalamdır, anası Leyladır. Bir yerdə bir məclis qurulmuşdu. Bir nəfər Yahudi gəldi, dedi mən yuxu görmüşəm, yuxuda sizin peyğəmbəri gördüm, yanında da İsa və Musa. Gülüşdülər bu Yahudiyə baxıb. İnanmadılar da sən bizim peyğəmbəri necə görə bilərsən? Bizim peyğəmbəri tanıyırsan. Yazırlar, bu dəm Əli Əkbər daxil oldu məclisə. Deyir, bu görən kimi, dedi, bax sizin peyğəmbər. Deyir, Əli Əkbərə salam ver, dedi, salam olsun sənə, ay Allahım Rəsulü. Dedilər, o Hüseynin oğludur. Dedi, peyğəmbəri Zeyni bu cür idi, mən yuxumda belə görmüşdüm peyğəmbəri. Əşbəh bi Rəsulillah, xalqan və xulqan və nitqan və məntiqan. Peyğəmbərə oxşayırdı. Elə bir cavan idi, əxlaqda, görünüşdə, nitqdə, elmdə. İmam Hüseyin əleyhissalam deyir, nə vaxt darıxırdıq, Peyğəmbər üçün darıxırdıq, Əli Əkbərə baxardıq.